Hə. Aha, baxın indi. Kimlər deyir, Turanın yaxşı xasiyyəti var. Əkizlər bölücü, baxın. Köynəyə atlamısan mənə. Bu köynəyi. Hə. Qəşəkdir. Nə olub? Niyə vermirdin geyini? Bunu Hə. geyməmsən ki, bunu sən. Yox. Yox. İndi görəm, Eləmi? götürdün? Hə, hardan götürdün şkafdan? Ən arxadan. Hə. Niyə gizlədirsən? Mən deməli hardasa ay yarım bundan öncə bu koftanı mən sənə alanda dedin ayda nə qəşəkdir. Dedim doğrudan dedin nə? Geyindin işə sonra işdən gəldin atdın üstümə ki ala bu nədir kofta? Bu nə kofta da mənə almısan? Əkizlər bürcü hə o qulaq as axıra kimi. Bu nə köynəkdir dedim mənə almısan. Dedim nə olub ki bunu at o tərəfə bir də geyməyəcəm. Hə. Mən də ona görə arxa plana saldım onu dedim sonra bir də geyməyəcəkdə. Mən bu köynəyi indi görürəm. İndi görürsən, əkizlər bürcü. İndi görürsən. Yəni sən bu köynəyi geyinməmsən. Qəşəkdir. Hə, so, geyinirsən. İndi sabahlam işdən gələndə yenə atarsın üstümü deyirsən ki, bu nə koftadır, yaxşı? Sonra deyirlər ki, Turanın çox gözəl xasiyyəti var. Əkizlər bürcü. Sən, mən əmi bir dənə sənə dözəm. Hə.